Ayxan, sən niyə orada oturmuşsan? Orada. Videoya görə mənim keçən də bir aldım oldum. Ne qədər əstəmişəmsə, bütün hamılar video atır, şarkən trend olmuşlar. Nasıl bir alışçılık eləyir. Ne qədər əstəmişəm keçən. Video paylaşım var ya onları Özü tələbə təhsildə paylaşıblar. Instagram, TikTok, bütün TikTok, Instagram. Uşaqlar, biz keçən dəfə Sasanilərin tarixini öyrəndik. Mövcud olmasını, orada torpaq mülkiyyət formaları, vergi növləri, hökmdarları öyrəndik. Məsələn, Ərdəşir Babəkyan, onun dövründəki tədbirlər. Birinci Şapur, onun dövründəki tədbirlər. Xosrov Ənişiravan, birinci Xosrov dedik, onun dövründəki tədbirlər, islahatları, malilik, məzdəkilik və s. İndi ortaya belə bir sual çıxar. Bəs bu dövrdə Azərbaycanda vəziyyət nə yerdəydi? Atropatena bizə aydın oldu. Atropatena artıq yoxdur. Azərbaycanın cənub əraziləri, Atropatena əraziləri, Sasanların tərkibindədir. Amma Azərbaycanın şimalında var bu dövrdə. Bax, şimalında Albaniya dövləti hələ də mövcud idi. Və Albaniyanı Arşakilər sülaləsi idarə edirdi. Arşakilər nəsli 1-ci əsrdən 510-cu ilə qədər. Bizim İran 1-ci əsrindən 510-cu ilə qədər Albaniyanı Arşakilər sülaləsi idarə edirdi. Bunu biz əvvəlki dərslərdə də demişdik, Albaniya dərsində ilk dəfə keçəndə demişdik ki, bizim İran 1-ci əsrində Albaniyada Arşakilər nəsli hakimiyyətə gələcək, düzdürmü? Eyni şey Atropatenada da var idi. İndi bu bizim ikinci Albaniya dərsimizdir. Albaniyada Arşakilər sülaləsinin hökmdarlarını öyrənməyə başlayırıq. Baxaq, hansı hökmdarları var Arşakiləri və bunların hansı tədbirləri var? Birinci Qoçaq Vaçaqan. Arşakilər sülaləsinin hökmdarıdır. Yəni Albaniyanın hökmdarıdır. Elə bir Arşakilər Albaniyanı idarə edir. Bu da onun bir nümayəndəsidir. Birinci Qoçaq Vaçaqan. Yaxşı adı var. Bunun dövründə bir tədbir var. Deyir, Albaniyanı mərkəzləşdirib. Yəni Albaniyanın vilayətlərini birləşdirib. Bax, bu onun qoçaqlığıdır. Birinci Qoçaq Vaçaqan. Albaniyanı birləşdirib, Azərbaycanı yox. Yəni, Azərbaycanın şimal ərazilərini sadəcə birləşdirib. Albaniya şimalı Azərbaycan deməkdir də. Bütün Azərbaycanı birləşdirməyib. Bu olub birinci Qoçaq Vaçaqan. Hakimiyyət ili yoxdur. 3-cü əsr var idi vaxtda. Hə, 3-cü əsr deyə bilərsən Qoçaq Vaçaqana. Sonra Alban hökmdarlarından var. Birinci Vaçe. Hakimiyyət illəri 255-262-ci illər. Hakimiyyət illəri ilə öyrənirsiniz. Birinci Vaçe. Neçə il edildi? 7 il. 7 il hakimiyyətdə qalmışdı. Birinci Vaçe 255-262-ci illərdə. Yadımıza gəlir, Albaniya Sasani dövlətinin tərkibinə daxil olmuşdu. Neçənci ildə? 262. 262-ci ildə. Görsünüz, birinci Vaçe ilminə baxdı. 262-ci il. Deməli, Albaniya Sasani dövlətinin tərkibinə daxil olanda birinci Vaçe öldürülür. Məğlub olur, öldürülür və Albaniya Sasani dövlətinin tərkibinə daxil olur. 262-ci ildə. Sonra, yəni birinci Vaçe'dən çox elə bir hadisə yoxdur. Ən vacib hökmdarlardan biri kimdir bu dərsdə? Urnayr 313-371. Albaniyada Urnayrın hakimiyyət dövrüdür, 58 il hakimiyyətdə qalıb. Ən çox düşən Alban hökmdarlarından biridir Urnayr. Həm də çox sevilən bir hökmdar idi o dövrə Albaniyada, 4-cü əsrdə. 313-371 hakimiyyət dövründə öyrənirik. Deməli, Urnayrın dövründə birinci növbədə 313 Xristiyanlıq rəsmi din olur. Xristiyanlıq rəsmi olur. Albanların dini nə idi uşaqlar? Ateşpərəstlik. Atropatena daha çox. Albaniyada zəif idi. Zərdüştü idi həm də. Elin mədəniyyəti idi Albaniyada. Yunan mədəniyyəti. Yunan tanrılarına ibadət var idi Albaniyada, yadınızdadırsa. Bəli. Ancaq Albaniyada. Hə. 313-cü ildə Urnayr xristiyanlığı Albaniyanın rəsmi dövlət dini edir. Deməli, Albanlar bundan sonra xristiyan olurlar. Yadınızdadırsa 313-cü ildə Romada da xristiyanlıq İmperator Konstantin. Hə. Yadınızdadır uşaqlar, 313-cü ildə Romada xristiyanlıq rəsmi dövlət dini olmuşdu. 313-cü ildə.
313-cü ildə Albaniyada da xristianlıq rəsmi dövlətliyi olur. Deməli, Albaniya və Roma üçün oxşar cəhətdir. 313-cü il xristianlığın qəbul edilməsi. Hər ikisində var. Həm Albaniyada var, həm Romada var. Əslində, bu əvvəlcə Romada olub. Albaniya Romadan götürüb xristianlığı. Buradan ayır. Xristianlığı Romadan götürüb. Niyə? Roma ilə münasibətlərini yaxşılaşdırmaq üçün. Yəni, bu yolla Romaya öz dostluğunu göstərmək istəyirdi ondan ki, bax, mən sizin tərəfinizdəyəm, sizin müttəfiqinizəm. Yəni, istəyirdi ki, Roma Albaniyaya toxunmasın. İndi, bu olur Runayevin dövrü. Və xristianlığın qəbul edilməsi. Hakimiyyətə gələn kimi xristianlığın rəsmi dövlət elan edilmişdi Albaniyada. 2 dənə döyüş var orada. 359-cu il Amid döyüşü. Bir də 371-ci il Dizrav döyüşü. Deməli, 2 dənə döyüş var. Amid döyüşü var, bir də Dizrav döyüşü var. 359-371. Hər iki döyüş Roma və Sasani dövləti arasındadır. Amid döyüşü də Dizrav döyüşü də. İndi, Sasanini biz artıq bilirik. Orta Əsrlər dövrünün ən qüdrətli imperiyalarından biridir Sasani imperiyası. Romanı da ondan əvvəldən bilirik. Roma ümumiyyətlə dünya tarixində gəlmiş ən böyük imperiyalardandır, ən qüdrətli imperiyalardandır Roma. Düzdürmü? 2 dənə böyük dövlət qarşı-qarşıya gəlir, Roma və Sasani. İkisi də Orta Əsrlərin ən qüdrətli dövlətidir. 2 dənə döyüşürlər, Amid döyüşü və Dizrav döyüşündə. İndi Albaniya kimi dəstəkləyib sizcə? Sasaniləri. Albaniya dövləti Sasaniləri dəstəkləyib. Fikir verin, Albaniya Romanın dinini qəbul eləmişdi 313-cü ildə. Eləmi? 313-cü ildə Albaniya xristianlığı qəbul eləmişdi, Romanın dinini qəbul eləmişdi. Ondan münasibətlərini yaxşılaşdırmışdı. Amma döyüşdə gedir, Sasani dəstəkləyir. Döyüşdə gedir, Sasaniləri dəstəkləyir Albaniya. Gördünüz fərqini? Bax, bu Urnayev əslində öz ustalığını göstərirdi, peşəkarlığını göstərirdi. Urnayev necə 2 dənə böyük dövlətin arasında öz müstəqilliyini qoruyub saxlayırdı. Gedib Romanın dinini qəbul edirdi, özünü Romaya yaxşı göstərirdi. Amma döyüşdə gedib şeyi dəstəkləyirdi, Sasani dövlətini dəstəkləyirdi. Yəni, 2 dənə böyük dövlətin arasında mümkün olduqca buna deyilən təcridçi siyasət. Diplomatiyada buna təcridçilik deyirlər. 2 dənə böyük dövlətin arasında mövqe tutmurdu. Öz mövqeyini qoruyaraq, öz bir tərəfliyini qoruyaraq, müstəqilliyi qoruyub saxlamağa çalışırdı. İndi, Albaniya və Sasanilər birləşir Romaya qarşı. Amid döyüşündə və Dizrav döyüşündə. Amiddə qalib gəlirlər. Amid döyüşündə Sasani və Albaniyanın birləşmiş qüvvələri Romaya qalib gəlir. Amma Dizrav döyüşündə məğlub olurlar. Dizravda Roma qalib gəlir. İkisini də birlikdə məğlub edir. Roma Dizrav döyüşündə 371-ci ildə. Fikir verin, Urla ilə vaxt olubdur. 371. Deməli, Dizrav döyüşü nəticəsində həlak olmuşdur Urla. Dizrav döyüşündən sonra ölmüşdür. 371-ci ildə. Hətta yəni Urla elə bir hökümdar idi ki, özü şəxsən döyüşlərdə qabaqda iştirak edirdi, ordunun qarşısında iştirak edirdi. Dizrav döyüşündə Albanlar və Sasanilər Romaya məğlub olurlar, Roma imperiyasına. 371-ci ildə Dizrav döyüşündə də Urla həlak olur. İndi bu döyüşdə Roma qalib gəlir, Albaniya məğlub olur, Sasanilərlə bir yerdə. Və Albaniya məğlub olduğu üçün bəzi ərazilərini itirir. Hansı ərazilər idi? Uti, Şakasen, Kolt, Girdman. 4 dənə ərazisi var idi Albaniyanın. Və Albaniya bu 4 dənə ərazisini itirir. Bu ərazilər Romanın tərkibinə keçir. Uti vilayəti, Şakasena, Kolt vilayəti və Girdiman vilayəti. Bu ərazilər keçir Romanın tərkibinə. Niyə? Çünki Albaniya məğlub olub. Dizrav döyüşündə, 371-ci ildə. Xəritədə göstərəcəm birazdan sizə. Bu vilayətlərin yerini, Uti haradır, Şakasena haradır. Bunları xəritədə yerlərini bilməlisiniz. Tərsin haqqında göstərəcəm. İndi, 387-ci ildə Sasani Roma sülh müqaviləsi bağlayır.
Sasani Roma südü bağlanır 387-ci ildə. Yəni bu iki dənə böyük dövlət bir-birlərindən barışırlar. 387-ci ildə. Onda Roma tutduğu bu əraziləri Albaniyaya geri qaytarır. Gördünüz uşaqlar nə oldu? 371-ci ildə Albaniya Sasani ilə birlikdə məğlub oldu İzrab döyüşündə. 4 dənə ərazisini itirdi. Amma 387-ci ildə Roma yenidən həmin əraziləri Albaniyaya geri qaytardı. Sasani dövlətindən barışıb imzalamaq üçün. Buna qədər sual olan var. Uğrayla həlak oldu. İndi Albaniyada bir hökümdar var. Assuagen. Albaniyanın hökümdarıdır. Aşağıdakilər sülaləsin. 5-ci əsrin əvvəlləri. İli yoxdur. Əsli var. 5-ci əsrin əvvəli Assuagen Alban hökümdarı olub. Nə edib? Alban əlifbası yaradıb. Albanların öz əlifbaları olub. Neçə hərfdən ibarət edir? Səhv etmirəmsə 38 hərf idi, ya 42 hərf idi. 38. Çox uyğun. Alban əlifbası var idi. İlk dəfə Albanların əlifbasını formalaşdırmışdı. Alban hökümdarı Assuagen. Yəni mədəni quruculuq tədbirləri keçirildi Assuagen. Bu dövrdə heç bir sülh müqaviləsi, heç bir müharibə, ciddi bir siyasi hadisə yoxdur. Daha çox mədəni tədbirlər keçirildi. Əlifba yaratmışdı. Yəni uşaqların təhsilə cəlb olunmasına kömək edirdi. Yəni daha çox mədəni tədbirlər Assuagendədir, 5-ci əsrin əvvəlləri. Sonra 2-ci Vaçe, görürsünüz nə qədər Alban hökümdarı var. Ən vacib hökümdarlardan biri, Urnaydan sonra ən çox yadda qalan hökümdarlardan biri 2-ci Vaçedir. Bayaq var idi 1-ci Vaçe. 255-262. Bir də var 2-ci Vaçe. 444, 463. Qəşəng deyili var. Rahat yadda qalır. 2-ci Vaçe. Əvvəla bu hakimiyyətə gələn kimi paytaxtı götürür Bərdə şəhərinə. Albaniya paytaxtı hansı şəhər idi? Qəbələ. Yadınıza gəlir Albaniya paytaxtı. Qəbələdən olan var burada? Qəbələ yox, dedim Qəbələ olmadı. Ona yaxınam mənim Şamaxı. Nəyə yox? Yaxın 5. Qəbələ idi Albaniya paytaxtı. Biz demişdik eramızda 4-cü əsrdə dövlət yarananda Vaçe paytaxtı Bərdəyə köçürür. Niyə Bərdəyə köçürür uşaqlar? Qəbəliyə tez-tez şimal tərəfdən, Azərbaycanın şimalından o tayfalar hücum edirdi, köçəri tayfalar hücum edirdi. O qədər də əlverişli yerdə deyildi o müdafiə üçün. Ona görə də paytaxtı Bərdəyə köçürür. Sonra belə bir hadisə görəcəksiniz. 2-ci Vaçenin qiyamı. Atılıb çox düşən hadisələrdən. 457-463. Deməli 444, 463 2-ci Vaçenin hakimiyyəti idi. 457, 463 2-ci Vaçenin qiyamıdır. Nədir bu 2-ci Vaçenin qiyamı? İndi bax, uşaqlar, bu 2-ci Vaçenin dayısı Sasani hökümdarıdır. Adı da Yezdigirtdir. Sasani hökümdarı Yezdigir. Nə şantlar var? O yadda Qoysana şavat da. 2-ci Vaçenin dayısı Yezdigir, Sasani şahıdır. Çünki Albanlarla Sasanilər bilirsiniz də istər-istəməz qonşu dövlətlər olduğu üçün burada nikah münasibətləri olurdu, normaldır bu. Və bunun dayısı Sasani dövlətini idarə edirdi, Sasani şahı idi. Bu isə Alban hökümdarıdır, 2-ci Vaçe. Bu dayısının qorxusundan zərdüştlüyü qəbul edilmişdi. Zərdüştlük Sasanilərin dinidir də, düzdür? Sasanilərin dinidir. Bu da dayısının qorxusundan zərdüştlüyü qəbul edibdi. İndi dayısı ölür. Amma axı Albanlar əslində zərdüşt olmayıblar, xristiyan olublar Urnayın dövründən bəri. Amma dayısının qorxusundan qəbul edilmişdi zərdüştlüyü. Dayısı ölüb 457-də. Bu da dayısının ölümünü fürsət bilib, dərhal qiyam qaldırır, zərdüştlükdən imtina edir, xristiyanlıq dininə qayıdır. Başa düşdünüz, yəni zərdüştlükdən imtina edərək xristiyanlığa geri qayıtmışdı. 2-ci Vaçe. Xristiyanlığa geri qayıdıb, qiyam qaldıraraq. Həmçinin öz müstəqilliyini elan edilmişdi. Yəni Sasanilərin tərkibindən tamamilə ayrılmışdı. Bunu görən Sasani şahları, orada adı çəkilir Firuz şah. 2-ci Vaçe qəzəblənir, orada Haylandır Hunları var. O şeydir,
Hunların başqa bir növüdür. Amma keçmirsiniz, narahat olmayın. Hə. O Haylandur hunlarını keçmirsiniz. Vaksini Adı deyil. çəkilir. Həyatda saxlamalıyıq. Hə, o çox düşür. Hə, yadda saxlamalısan. O Haylandur hunlarını Sasanilər bunun üstündən qızışdırırlar. Bunlar Dərbənd keçisindən daxil olub gəlirlər 2-ci Vaçeni taxtdan devirirlər. 463-cü ildə. Yəni ümumi olaraq şu olar, 2-ci Vaçenin qiyamı uğursuz olur. 6 illik qiyam sayılır. Yəni ki, nə istəyirdi 2-ci Vaçen? Xristianlığı yenidən qaytarsın Albaniyaya və həmçinin Albaniyanın yenidən müstəqilliyini bərpa eləsin. Amma yekun olaraq uğursuz olub 2-ci Vaçen öldürülür Haylandur hunları tərəfindən. 2-ci Vaçenin hakimiyyət dövrü başa çatır. Sasanilər cəzalandırılır bu addımına görə. Əsas məsələ Alban hökmdarlarına, Sasani hökmdarlarını qatışdırmayın. Bax, keçən dərs biz Sasani hökmdarlarını keçdik. Sasani şahlarını öyrəndik keçən dəfə, onların tədbirlərini. Bu dərs Alban hökmdarlarını öyrənirik. Yəni, bunlar qonşu olduqları üçün təbii ki, bir-birlərinə münasibətlər olacaq. Gah dostluq münasibətləri, gah düşmənçilik münasibətləri. Niyə Alban dərsində Alban hökmdarlarına dönəcəyini deyirsən? Hə? Niyə Alban dərslərində Albaniya dərsi oldu da? Orada Albaniya. Albaniya çox mövcud olub baxı. Eramızda və 321, bizim eram 705-i. Yəni həm quldarlıqda olub, həm feodalizmdə olub. Sasanilərə görə yəni Albaniyalar. Hə, təbii ki, çünki biz feodalizm Albaniyasını öyrənməliyik, quldarlıqda quldarlıq Albaniyasını öyrənmişdik. Hər dövrün öz Albaniyası var. Çox mövcud olduğumuz, uzun müddət mövcud olduğumuz üçün. 2-ci Vaçedən sonra belə bir maraqlı dövr var, uşaqlar. Albaniyada birinci mərzbanlıq dövrü. 463, 487. Neçə il eləyir? 24 il. Albaniyada mərzbanlıq dövrü. Mərzbanlıq hökmdarsızlıq deməkdir. Görürsünüz, burada sizin işiniz asanlaşır. Hökmdar adı yoxdur. 24 il Albaniya hökmdarsız qalıb. Yəni, mərzbanlar idarə edirdi Albaniyanı. Canişinlər idarə edirdilər. 2-ci Vaçenin bu addımından sonra, bu qiyamından sonra, axı taxtdan devrildi. Sasanilər o qədər çox qəzəbləndilər ki, Albaniyaya. Albaniyada heç kəsin hakimiyyətə gəlməsinə imkan vermədilər. Albaniyada heç kəs hakimiyyətə gələ bilmədi. 463-cü ildən, 2-ci Vaçenin ölümündən sonra 487-ci ilə qədər 24 il Albaniya hökmdarsız idarə olunub Sasani canişinləri tərəfindən. Elə bir Sasanilər bura bir canişin qoyurdular. Canişin bilirsiniz də nədir? Nümayəndələrini yəni. Və həmin Sasani canişinləri Albaniyanı idarə edirdi. 24 il Albaniya hökmdarsız idarə olunub Sasanilər tərəfindən. Amma 487-ci ildə yeni bir hökmdar hakimiyyətə gəlir. 3-cü Mömin Vaçaqan. 487, 510. Sonuncu öyrənəcəyiniz hökmdardır aşagilərdən. Sulayənin sonuncu hökmdarıdır. 3-cü Mömin Vaçaqan. Bayaq bir yanda var idi. Amma o qoçaq Vaçaqan idi. Birinci Vaçaqan idi. O qoçaqlıq eləyən idi. Albaniyanı birləşdirən. Bu isə 3-cü Vaçaqandır. Batmayın onları. İkinci yoxdur. Arada ikinci Vaçaqan yoxdur. Buna gözəl insan deyirlər o dövrdə. Çox sadə insan idi. Mömin adını götürmüşdü özlərinə. Dindar adam idi. Xalq tərəfindən də çox sevilən biri idi. Alban əhalisi tərəfindən çox sevilən biri idi. 3-cü Mömin Vaçaqan. Və doğru da xalqı fikirləşən, xalq üçün addımlar atan biri idi. 3-cü Mömin Vaçaqan. 3-cü Mömin Vaçaqanın əsas bir məqsədi var. Xristianlıq vahid din olsun. Deməli, bu da xristianlığın qatı tərəfdarıdır. Urnayla 2-ci Vaçe kimi. İndi bir məsələyə fikir verin. İlk dəfə xristianlığı kim qəbul elədi? Urnay, Albaniyada ilk dəfə, 313-cü ildə. Xristianlığı kim bərpa edirdi? Vaçe, 2-ci Vaçe, qiyamla bərpa eləmək istəyir. Bir də var, vahid dinə çevirmək. Yəni nədir? Daha da möhkəmləndirmək xristianlığı. O isə 3-cü Vaçaqandadır. 3-cü Vaçaqan istəyir ki, xristianlıq Albaniyanın tək dini olsun. Albaniyada hamı xristian olsun artıq. Başqa dinə mənsub şəxslər olmasın. Buna görə də 488-ci ildə hakimiyyətə gələndən bir il sonra Agmen kilsə yığıncağı keçirir.
Albert kilsə yığıncağı keçirir Qarabağ ərazisində. Göstərəcəm birazdan yerini. Albert kilsə yığıncağı 488-ci ildə. Hansı bölgəsində Qarabağ? Xocalı tərəfdə. Nə vasitə Xocalı falan? Qarabağın bölgələrdə, mərkəz zonalarında. Albert kilsə məclisini çağırır, kilsə yığıncağını keçirir. Kilsə yığıncağında əsas müzakirə mövzusu nədir? Albaniyada vahid bir xristianlıq olsun. Yəni, hamı xristian olsun. Albaniyada xristianlıq möhkəmlənsin. Həm də bunu Sasanilərin acığına eləmək istəyirdi. Axı, bu Sasanilərin tərkibindən çıxıb, məzbanlığa son qoyub, hakimiyyətə gəlmişdi. İndi Albaniyada Sasanilərin əsas din fərqi nədir? Sasanilər zərdüşdür, yəni ateşpərəstdir. Amma Albanlar xristiandırlar. Bu da istəyir, xristianlıq daha da möhkəmlənsin Albaniyada. Orada Ağbey Kilsə Məclisində bir qərar var. Yazılıb ki, Albaniyada zərdüştlük və bütpərəstlik qadağan edilir. Yəni, təqib edilməlidir. Təqib nə deməkdir? Yəni, qadağan eləmək. Axı, sən xristianlığı vahid din eləmək istəyirsən də. Vahid din olması üçün nə olmalıdır? Xristianlıq qadağan olmalıdır. Zərdüştlük və bütpərəstlik qadağan olmalıdır. Qoy, hamı xristian olsun. Zorla hamını xristian eləməyə çalışırdı. 3-cü Vaçaqan. İlk vaxtlarda bunun tədbirləri öz effektini göstərirdi. Əslində mənə görə. Çoxlu kilsələr açırdılar, çoxlu monastırlar açırdılar ki, Albaniyada xristianlıq daha da möhkəmlənsin. Təbliğ edirdilər də xristianlığa. Amma problem budur ki, Vaçaqan çox hakimiyyətdə qala bilmir. 510-cu ildə bunlar sui-qəsdən öldürülür. Sasani şahları tərəfindən 3-cü Vaçaqan öldürülür. 3-cü Vaçaqan ölür və bu yığıncaqda qəbul edilən bütün qərarlar yarımçıq qalır. Tam icra olunmur. Ona görə də yadda saxlayın. Albaniyada xristianlıq dərin kök sala bilmədi. Yəni, möhkəmlənə bilmədi. Çünki çox hakimiyyətdə qala bilmədi 3-cü Mömin Vaçaqan. 3-cü Mömin Vaçaqan ölür. Arşakilər sülaləsinin dövrünə vaxt bitir. 5 gün. Deməli, 3-cü Mömin Vaçaqan Arşakilərin sonuncu hükümdarıdır. Gördünüz? Sonuncu hükümdarı idi Arşakilər sülaləsinin. 3-cü Mömin Vaçaqanın ölümündən Arşakilər sülaləsi bitir. Burada nə baş verir? 2-ci mərzbanlıq dövrü başlayır. 510-629. Mərzbanlıq nə demək idi? Hökümdarsız. Hökümdarsızlıq dövrü. Albaniyanın hökümdarsız idarə olunmasıdır. Yəni, yetim qalmışdı Albaniyaya gəlsən. Canişinlər tərəfindən idarə olunurdu. Albaniyada 2-ci mərzbanlıq dövrü başlayıb. Bir dəfə görün nə qədər davam edir. 119 il Albaniya hökümdarsız qaldı. 510-cu ildən 629-cu ilə qədər. Deməli, Albaniyada 2 dənə mərzbanlıq dövrü var. Birinci mərzbanlıq dövrü 463-487. Bu az davam edib, 24 il davam edib. Buna deyirlər qısa müddətli mərzbanlıq. Digəri isə 2-ci mərzbanlıq 510-629. Bu da uzun müddətli mərzbanlıqdır. Çox davam edib. Birinci mərzbanlıq 2-ci Vaçaqandan sonradır. 2-ci mərzbanlıq 3-cü Vaçaqandan sonradır. Bu da olur Alban hökümdarları. Çətin gəlmədi. Sual olan var bununla bağlı?